Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırlı eylesin. İşlerinizi avant eylesin. Bugün inşallah mevzumuzun adı böyle olacak. Beni Haşim taifesinin faziletlerinin beyanında. Fazili Derbendi merhum İsrar-ı Şehadet kitabının 13. meclisinde yazır ki, Bəni Haşim cavanları Əbdülmüttəlib ve Əbdülmənaf nəslindendir ki, onlar əhli beytin himayə etməkdə çox həvəslə və can və mallarından keçərək və Allahın razılığından ötəri Resulullahın yolunda çox səxavətliliklər ihsan etdilər. Onların hər biri savab ələ gətirməyə çox səy edən idilər və vacibi əməllərində çox cəhd edirdilər və pəhrizkarlıqda çox bəsirətli və çox sahibi hünər idilər və çox şücaətli şəxslər idilər və çox qeyrətli kəslər idilər. Belə ki, cihad və mübarizədə bir nəfər onlardan irəli ola bilməzdi. Belə ki, onlar çox alicənab və mərd və natiq və istedadlı və səxavətli idilər və belə ki, böyük ləşkəri dağıdan şəxslər idilər. Əta və bəxşiş məqamında uzun uzadı səxavətlilik edərdilər. Hakimiyyətlilik və qəzəbdə çox şücaətli və möhkəm həm də güclü idilər. Bəxşiş vaxtı bulud onların bəxşişindən xəcalətli olardı. Dava vaxtında şir onlardan vahimə edib onlara tabi olurdu və qorxurdu. Elmi və səbirdə elmin səbrin dağların misalında idilər. Onlar elm və ibadət dəryaları idilər. Elə ki, gecə olardı taət və ibadətə məşğul olardılar. Gah qiyamda, yəni ayaq üstə, gah rükuda, yəni əllər dizlərdə, gahi səcdədə, alınları möhürdə, gahi istiğasədə, yəni Allah Teala'ya yalvarışda və gahi münacatda, yəni Allah Teala ilə gizli danışmaqda olardılar. Onların vəsfində, yəni tərifində bu qədər kifayət edir ki, Həzrəti İmam Rıza əleyhissalam, yəni 8-ci imamımız bir gün buyurdu ki, həqiqətən şəhid oldu. İmam Hüseyin əleyhissalam ilə 18 nəfər onun əhli beytindən ki, o cümlədəndir Cənab-ı Müslim və onun 2 yetim balaları ki, onların tayları, bərabərləri və oxşarları yer üzündə olmayıb. Bu hədislər o hədis kimidir ki, bir gün Əmir-əl-Müminin əleyhissalam buyurdu ki, bir əhdi, yəni heç bir kəs bir əhli beytə tay tutulmaz. Bu söz işarə edir itrəti haşimlərə və Küfədə və Kərbalada şəhid olanların hamısına. Bəs bütün bunlardan məlum olan budur ki, cavanani Bəni Haşimin hər birisi o məlunlardan çox süvari və piyadalar öldürdülər. Hətta çox böyük pəhləvanlar və sərgərdələr cəhənnəmə vasil etdilər. Necə ki buyurublar, heç vaxt belə ola bilməz ki, belə qüdrətə, belə gücə malik olan
Bəni Haşim cavanları meydana gələn kimi hələ əvvəlinci dəfədə heç kəsi qətlə yetirməmiş, özləri öldürülmüş və şəhid olmuş olsunlar. Ravi deyir, necə ola bilər ki, bu irəlidə dediyim kimi olmaya və halın ki, cavanani Bəni Haşim hər biri Bəni Haşim və nübüvvət şaxələrindən olublar. Sanki bir ağacın xolları idilər. Belə ki, onların haqqında deyilib ki, onların şücaətləri kamil dərəcədə olub. Belə ki, əimmi əleyhissalamlardan onların adları ziyarətdə sıra ilə yazılıb və onlar haqqında xüsusi təriflər buyurulub. Salam olsun sizə, ey dindən pak olanlar. Salam olsun sizə, ey hidayət tapanlar. Salam olsun sizə, ey meşələrin şirləri, ey dava aslanları. Salam olsun sizə, ey nicat gəmiləri. Yəni kim bu şaxələrin, bu şəxslərin getdiyi yolu getsə nicat tapar. Kim onların buyurduqlarına əməl etsə nicat tapar. Necə ki, Nuhun gəmisi, nicat gəmisi adlanır. Nuhun tufanında kimlər ki, Nuhun gəmisinə mindilər, nicat tapdılar. Kim ki, minmədi, qərq oldular Nuhun tufanında. Bu təriflər o şəxslərə şamildir ki, onlar Kərbəlada sabit qədəm olub. İmam Hüseyin əleyhissalamın xatirinə o büzürgüvara, yəni o böyük şəxsə, o böyük şəxsiyyətə canlarını fəda etdilər və şəhidlik zirvəsinə ucaldılar. İstər Bəni Haşim cavanları, istərsə də imamın ətrafında olan imamın səhabələri, bunların hər birinin şəhadəti səbəb oldu. Peyğəmbərlərin ruhları, başçıların ruhları və vəsilərin ruhları, insaflıların ruhlarının ağlamalarına bais oldular. Hətta mələklər qəm dəryasına batıb, nalə edib ağladılar. Bəlkə xəbərlərdən məlum olan budur ki, onların şəhadətinə göylər ağladı. Hədis-i mötəbərlərdən məlum olan budur ki, bu şühədalara ağlamağın savabı sanki İmam Hüseyin əleyhissalamın özünə ağlamağın savabı misalındadır. Yəni, hərgah bir şəxs ömründə bu şəhidlərə bir dəfə ağlaya, sonra dünyasını dəyişə, imamın müsibətini ağlaya bilməyə, yenə də imamın özünə ağlayan üçün yazılan savab qədər o şəxs üçün də o qədər savab yazılar. İnanılmış hədislərin buyurduqlarına görə əimmi-i məsum, yəni 14 məsum, Peyğəmbər sallallahu aleyhi və səlləm, Fatimə salamullah aleyha və 12 imam buyurublar ki, şiələr bu şühədalara əzadarlıq edib ağlayalar və əmr ediblər ki, onların müsibətlərində nəzm edələr və məclislərdə və siyasi dairələrdə imkan olan vaxtlarda onların barəsində nəzmlər, beytlər oxuyalar və ağlayıb ağladalar və əzadar olub qəmlənələr. Çünki Rəsul-i Xuda və İmam Hüseyin əleyhissalam və Fatimə Zəhra salamullah aleyha, Əli Əmrəl-Möminin əleyhissalam və Həsən-i Müctəba əleyhissalam, yəni bu 5 kimsənə Cənab-ı Müslim İbni Əqilə və onun 2 nəfər məzlum və yetim balalarına çox ağladılar və onların şəhadətlərinə çox qəmgin və müsibətzədə və pərişan oldular. 5 kimsənə əvvəldən bu ürək parçalayan Aşura hadisəsindən məlumatları var idi və onlara çox ağlayıblar. Ona görə də onlara məhəbbətləri olanlara da çox ağlarlar və ağlamalıdırlar da.
Belə ki, Cənab-ı Müslimin və iki yetimlərinin şiddət müsibətləri sonu olmayan dərəcədə şiddətlidir. Cənab-ı Müslim o kəsdir ki, qanun etdi və onların üzünə açdı, yəni övladı Haşimə və sair əshabə. İmam Hüseyin əleyhissalama şəhadət yolunu açdı, yəni övladı Haşimə öyrətdi. İmamın yolunda şəhadətə yetişsinlər. Müslim o şəxsdir ki, ağladı ona Rəsul-i Xuda və sair Ali Əba əleyhissalam. O vaxtlar ki, hələ Cənab-ı Müslim anadan təvəllüd etməmişdi və ağladı ona cəmi göylərin mələkləri və peyğəmbərlərin ruhları və osiyalar və hətta Həzrəti Rəsul-i Xuda sallallahu aleyhi və səlləm. Həzrəti Rəsulun bu ağlamağı Müslimin imanının çoxluğundan irəli gəlib. Odur ki, hər kəs Cənab-ı Müslimin məzlum, qərib və köməksizliyinə, Allaha, Peyğəmbərə, Ali Əbaya və xüsusən Səyyid-i Şühəda Əba Əbdullah İmam Hüseynə xatir ağlasa, belə şəxslər imanlı şəxslər sırasında sayılar. Əla lə'nətullahi ələl qavmiz zalimin.